Allahdan uzaqlaşdıqda sən Allaha yaxınlaşsan. Ona görə də o əməllərdən də biri orucdur. O əməllərdə savablar həddindən artıq çox olur və insanı fərqləndirir və insanı uzaldır. Alimlər bu hədisdən bir neçə fayda çıxardıblar. Birincisi odur ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin dediyi kimi illik əməllər məhz bu ayda Allah dərgahına qalxır. Allah dərgahına məhz Şaban ayında qalxır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm dediyi kimi insanlar qafil olduqda Peyğəmbər sallallahu aleyhi və səlləm oruclu halda istəyir ki, onun əməlləri Allah dərgahına qalxsın. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona görə ümmətini Ramazandan sonra ən çox Şaban ayında oruc tutmağa təhrik eləyib, həvəsləndirib. İkinci fayda odur ki, biz bilirik ki, Ramazan ayı əzəmətli aydır. Və insan da əzəmətli, böyük bir şey, və yaxud da böyük bir hadisə, böyük bir qonağı gəldikdə neynir? Artıq başlayır ona hazırlaşmağa. Şaban ayı da möminlərin Ramazan üçün hazırlaşdığı bir aydır. Ona görə mömin nə etməlidir? Şaban ayında artıq Ramazan üçün böyük hazırlıqlar görməlidir. Və çalışmalıdır ki, ən çox artırdığı ibadətlərdən də biri məhz orucluq olsun. Misal üçün, fərz namazı. Fərz namazını qılmaqdan qabaq insan neyinir? Onun üçün hazırlaşır. Dəstəmaz alır, meçidə gedir və yaxud da evində qılır və yaxud da neyinir? Sünnə namazlarını qılır. Yəni, o namaz üçün hazırlıq görür. Şaban ayı da Ramazan ayının nə idi? Hazırlıq görmək üçün onun əzəmətini bildirən bir aydır. Üçüncü faydalardan da bunu İbn Rəcəb rahiməhullah buyurur. Buyurur ki, insanlar bu ayda Peyğəmbər sallallahu aleyhi ve sellem dediyi kimi qəflətdə olduqlarına görə bu ibadət Allaha sevimli olan bir ibadətdir. Yəni, Şaban ayında tutulan oruc Allaha sevilən bir əməldir, sevilən bir ibadətdir. Səbəb də odur ki, insanların çoxu nədir? Bundan qafildirlər. İnsanların çoxu qəflətdədirlər. Bu nəyə bənzəyir? Bir insan gedir, məğrib namazını məsciddə qılır, ondan sonra oturur, işa namazına hazırlıq görür. Ya işa namazını gözləməyə başlayır, ya Quran oxuyur, ya Allahı zikr eləyir, ya elm alır. Yəni, məsciddən çıxmır. Neyniyir? İşa namazını üçün hazırlıq görür ki, yox, mən məğrib namazını qıldım və hazırlıq görəcəm işa namazına qədər ibadətdə keçirdəcəm özümü. İşa namazını qılandan sonra məscidi tərk eləyəcəm. Bu nədir? İşa namazı üçün hazırlıqdır. Və fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm də bir gün sahabələri ilə məsciddə oturur məğrib namazından sonra və işa namazını gözləyirlər. Buyurur ki, yer üzündə sizdən başqa bu əməli edən yoxdur hal-hazırda. Və Peyğəmbər sallallahu aleyhi və səlləm nəyi bildirir? Bu işə namazına hazırlığının əzəmətini bildirir. Məğribi qılırlar sahabələr, hədis Buxarıdadır. Neynirlər? Tərk eləmirlər məscidi. İbadətlə işəyə hazırlıq görürlər. Və Peyğəmbər sallallahu aleyhi və səlləm də o toplumu seçmək üçün buyurur ki, yer üzündə bunu eləyən sizdən başqa hal-hazırda bir toplum yoxdur. Onlar neyini? Öyür. Bu günlərim isə görürsən ki, müsəlmanların çoxu məğrib namazına gəlirlər, maşallah məscid doludur. Amma məğrib namazı qutarandan sonra görürsən ki, çox az bir insan məsciddə qalır. Tərk eləyirlər məscidin nədir? Məscidin yanındakı çayxanaları doldururlar. Məscid isə bomboşdur. Çox az bir insanlar otururlar, işə namazını gözləyirlər. Bax, fikir verin, Peyğəmbər sallallahu aleyhi ve sellem'in dediyi, İbn Rəcəbin vurğuladığı insanların qəflətdə olduqları vaxtda bəzi insanlar, çox az bir insanlar neynir? Hazırlıq görürlər böyük ibadət üçün. Eləcə də Şaban ayını buna bənzədirlər. Və yaxud da gecə namazını, bayaq qeyd elədiyimiz kimi, hamı yatır, hamı qaflətdədir. Amma görsən ki, çox az bir insanlar qalxır, neynirlər? Rəblərinə ibadət eləyirlər. Və sonra isə buyurur ki, bazarlarda
zikr eləyən insanları Allah Taala sevir. İbn Rəcəb rəhməhullah buyurur ki, bazarda zikr edilən insanları Allah Taala sevir. Bu da hədisə işarə verir. Nəyə görə? Çünki bazar Allah ən az zikr olunan bir yerdir. Bazarlar Allah'a ən az zikr edilən yerlərdən biridir. Və insan o cürə yerdə gəlib Allah'ı zikr eləyirsə, o onun əzəmətini bildirir. Nəyə görə? İnsanlar qafildədirlər və insanların içində çox az bir qism insan Allah'ı zikr eləməklə məşğuldur və Allah Taala o cürə insanları, o əməli sevir. Şaban ayını buna bənzədilər. Ona görə İbn Ömər radiyallahu anhu neyinirdi? Abdullah İbn Ömər gedirdi bazara Allah'ın ayələrini oxumağa. Gedirdi bazara insanlara salamı yaydı, haqqı başa salırdı ki, necə? Nəyə görə? Allah zikr olunsun bazarlarda. Fikir verirsiniz? Çünki o yer demək olar ki, qəflətdə olan bir yerdir və çalışır ki, orada Allah zikr olunsun. Bax, Şaban ayda bax o cürədir.